Çağrı efirdə də əziz tamaşaçılar, xatırladıram ki, baş sponsorumuz olan Herbaflora şirkətinin Herbaflora jurnalının iyun buraxılışı köşklərdə və poçtanklarda var. Almaq istəyirsinizsə, abunə məsələlərini həll eləmək istəyirsinizsə, 437-28-10 nömrəsini zəng vurub bu jurnalın abunə məsələlərini həll eləyə bilərsiniz. Özdəki qiymət baha olmadığından, yəni aylıq bir nömrənin qiyməti 2 manatdır. Çox da gözəl məqalələr olur. Adətən də belə bir qayda var ki, çağrı verilişində gedən reseptlər də burada çap olunduğundan elə il ərzində alsaz görəcəksiniz ki, bir kitab əldə eləmişsiniz. Yəni Herbaflora şirkətinin buraxdığı bu jurnaldan baxacaqsınız ki, bir kitab aldım. Çünki həm müalicə vasitələri, həm müasir müalicə vasitələri, fitoterapiya, çağrıda gedən mövzular və dünyada müasir bitki müalicələri burada özünə yer tapa bilir. Bundan başqa xatırladıram ki, demək bizim bir neçə məhsulumuz var, onların da adını çəkim. Məsələn, bax burada bizim Herbaflora şirkətinə məxsus olan bir fitaton xınası var ki, bu xına öz çeşidinə görə 3 hissəyə bölünür. Fitaton 1, fitaton 2 və şabaldı fitaton. Rəng qoymayan bu xına müalicə vasitəsi kimi sebariyada, göbələk xəstə, bax bugün mövzumuz da elə bunun da göbələk xəstəliyində, sonra dəri ləkələrində, tük tökülmələrində, müxtəlif səbəbdən tük tökülmələrində istifadə oluna bilər. Rəng qoymadığı üçün bundan həm kişilər, həm qadınlar istifadə edə bilər. Həmçinin də bu qutuların içərisində 3 paket, 1 aylıq norma, 3 paket və bu normada da demək 2 ədəd əlcək və bir də məsk qoyulub ki, əgər başa qoyulursa bundan istifadə olunsun. Üçüncü fitaton isə demək olar ki, daha rəngli, yəni daha qatı şabaldıdır, yəni bundan istifadə edə bilərsiniz. Və bir neçə məhsulun da adını çəkmək istəyirəm. Naxçıvan buketinin adını çəkmək istəyirəm. Çox nəfis hazırlanıb. İçərisində Naxçıvan nanə kimləri var və həmçinin də Azərbaycan buketi, bax belə iri qutudur. Bax belə bir qutunu da əldə eləmək istəsəz, marketlərdə və apteklərdən əldə eləyə bilərsiniz. Bundan başqa xatırladıram ki, əgər Herbaflora şirkətinin məhsullarını əldə eləmək istəyirsinizsə, Azərbaycanın bütün apteklərinə müraciət eləyin, amma bir neçə məhsulu əldə eləmək üçünsə fitoklublara müraciət eləməlisiniz ki, fitoklubların da nömrəsini xatırladıram. Fitoklubların nömrəsi 012-561-85-01, 012-492-2346, 012-492-2953. Bax, bu nömrələrə zəng vursaz, fitoklublarla əlaqə qurarsınız. Həmçinin də Bənövşə Yaşıl aptekinin də nömrəsi 492-2953-dür. Bir neçə SMS gəlib, orada Ulduz xanımın nömrəsini istəyirsiniz. Elə həmən nömrəyə, yəni 492-2953-ə zəng vursaz, Ulduz xanımla o zaman əlaqə qura bilərsiniz. Qaldı ki, bizim nömrəmizə, bizim nömrəmiz 510-0204-dür və 69-74 SMS ünvanımız açıqdır. Xatırladıram ki, qonaqlarımız isə həkimlərdirlər, o həkimlərdirlər ki, Herbaflora şirkətindən, Bənövşə Yaşıl apteklərindən və alo. Alo. Bəli. Salam Fikrət müəllim. Əleykümə salam. Loğmanlarınızı da salamlayıram. Təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Mənim bir bacımda lupus xəstəliyi var. Uzun illərin müayinə və müalicəsindən sonra bu keçən il yayda qoyulub bu diaqnoz. Aha, lotus. Lupus, bəli. Lopus yoxsa? Lupus, məncə biz internetdə oxumuşuq gərək ki, qurd eşənəyi, qırmızı qurd eşənəyi. Qırmızı qurd eşənəyi. Xahiş edirəm bunun barəsində məlumat verəsiniz. Mənbəyini, əgər məlumat... Və neçə ildir bu xəstəliklə... Bu neçə ildir ancaq deməli rematizma, onurğa qrijası kimi belə, hətta əməliyyat olunub. Xanım, üzündə, burun ətrafında artıq qırmızı ləkələr filanlar var? Biz olmuşdu, indiki keçən ilki yay müalicəsindən sonra artıq biraz çəkilib gedir. Mən demək istəyirəm ki, bunun xalq təbabətində yüngülləşdirən bir vasitələr... Yüngülləşdirən müalicə vasitələri var, nə deyəcəklər həkimlər? Sidində zülal yoxdur. Sidində zülal həkim soruşur. Xanım. Siddə zülal, royası hədsiz çox olmuşdu. Siz bu İran İslam Respublikasına gedəndən sonra müalicə alandan sonra xeyli yüngülləşib. Oldu xanım. Təşəkkür edirəm. Aydın oldu. Füzuli müəllim, cavablandırmaq istəyirsinizsə buyuruz. Deməli, qırmızı qurd eşənəyi ümumiyyətlə sistem xəstəliklər gedir. Bugünkü bizim mövzumuza aid olmayan bir xəstəlikdir demək olar. Düzdür, dəridə fəsadları ola bilir, amma yenə də bu sistem xəstəliyi bütün bədənin sistem xəstəliyi sayılır.
qırmızı qurd eşənənin müalicəsinin ümumiyyətlə aparmaq üçün həqiqətən qeyd elədi ki, düzgün diaqnoz qoyulmalıdır. Çünki başqa, məsələn, revmatizma diaqnozu qoyulubsa, revmatizmada əgər immun sistemi artıran dərman bitkilərindən, dərmanlardan istifadə olunursa, bu qırmızı qurd eşənənin ağırlaşmasına səbəb olur. Çünki qırmızı qurd eşənədə mütləq vacibdir ki, birinci şərt odur ki, immun sistem aşağı düşməlidir. Çünki bu xəstəlikdə orqanizmin özünə cəbhə açır və buna görə də gündən-günə belə demək olar ki, xəstənin vəziyyəti ağırlaşır. Deməli, məsələn, Amerikada bir qrup insan bundan ötürü, bu xəstəliyin müalicəsindən ötürü Afrikaya gedir. Nəyə görə gedir? Gedir Afrikada özünü zoonoz qurdlara yoluxdurur. Yəni, qurd xəstəliklərində immun sistem aşağı düşdüyündən həmin qurdlara özünü yoluxdurur və bu immun sistemini salır aşağı. Bundan sonra xəstəliyin fəsadları yüngülləşir. Buna görə də immun sistemi aşağı salmaq üçün mən məsləhət görərdim ki, çoban yastığı bitkisindən uzun müddətli istifadə etsin. Əvvəlki təxminən bir 15-20 gün müddətində bir balacanın immun sistemi əvvəlcə artırır və bundan sonra isə yavaş-yavaş aşağı salır. Və bu aşağı salandan sonra isə bu proseslər demək olar ki, səngəcək, yavaşlayacaq və bu dəridə olan qızartılar da yavaş-yavaş azalacaq. Təşəkkür edirəm, çox sağ olun. Ulduz xanım, əlavəniz varsa buyurun. Əlavəm odur ki, Füzuli həkim düzgün dedi ki, diaqnozu dəqiqləşdirmək lazımdır. Yəni, burada əsas 7 faktor var, onların heç olmasa 5-i təsdiqlənməlidir. İkisi qan analizinə aiddir. Orada mütləq 50 hüceyrələr yoxlanır. Əgər onlarda dəyişiklik olmasa, yəni o haqda demək olmaz ki, bu qırmızı qurd eşənədir. Yəqin ki, xanımda diaqnoz dəqiqləşib. Bir də əsas nədir, onu gözləmək lazımdır ki, onun fəsadların, yəni qırmızı qurd eşənəyi birincisi böyrəyə verir, lüps artrit olur, lüps böyrək, plevrit, ağciyər verir. Yəni bu 3 orqana çox ciddi fəsadlar verir. Bir də dəridə. Yəni bu problemləri aradan bitki ilə qaldırmaq mümkündür. Yəni var, onun dərman müalicəsi də var. Hal-hazırda dərman müalicəsi də mümkün olunur, amma uzun müddət steroid qruplu dərman içdiklərinə görə bu elə həm börəklərə də ziyan eləyir, qaraciyərdə. Yəni ortada bitkilərdən istifadə etmək olar. Bəzən də olur ki, bitkilərdən tam istifadə etdikdə həmin o asıllıq da götürülür. Məsələn, steroid qruplu dərmanları yavaş-yavaş azaltmaqla tam aradan götürmək olar. Təkcə bitki müalicəsinə keçmək olar. Amma biraz səbir lazımdır, təmkin lazımdır. Bir 5-6 ay bitki müalicəsinə istifadə etmək lazımdır. Burada badyandan da çox istifadə olunur. Yəni badyanın cöfərindən həm damcı-damcı daxilə qəbul edilir. Bu statik bir rol oynayır badyan həmin demək müalicədə. Bir də onun damcılarından dəridə olan qızartılara sürtmək olur. Ladan bitkisindən istifadə olunur, ladan kolu bitkisindən istifadə olunur. Yəni var, belə bitki yığımlarını istifadə etməklə xəstəlikdən tam yaxa qurtarmaq mümkündür. Təşəkkür edirəm. Məlahət xanım, bu dəri xəstəlikləri demək olar ki, elə bir fəsadlı bir şeydir ki, insanın daxilində də olanda üzündə biruzə verir, yəni dərisində, qolunda və yaxud da ki, görürsünüz ki, təsadüfən texniki səbəblərdən insanlar müxtəlif kosmetoloji vasitələrdən istifadə edirlər. Xüsusən də son zamanlar suraqat məhsullar hər yeri aldığından insanlar, necə deyərlər, ciblərinin durumuna baxıb, biri gedib daha ucuzunu alır, o birisi gedib biraz orta vəziyyət. Və bundan istifadə edən işbazlar da çoxlu preparatlar buraxıblar, xüsusən də kosmetoloji preparatlar. Baxırsan ki, adı eynidir, amma qiymət biraz yaxşıdır, münasibdir. Gedib alırsan, sonra məlum olur ki, müxtəlif fəsadlar törənir. Bu mənada istəyərdim ki, siz buna bir münasibət bildirəsiniz. Yəni, bax, bu iki variantda, bir daxili xəstəlikləri sağaltmaqda siz həkim kosmetoloq kimi və bir də sonradan yaranan texniki məsələlərdə, məsələn, kimya nə eləmək olar? Siz də hansı üsullardan istifadə edirsiniz? Xalq təbabəti üsulundan mı yoxsa? Buyurun. Əlbəttə ki, biz xalq təbabətindən ev şəraitində xanımlara məsləhət verə bilərik, amma kosmetoloji kabinetdə, yəni biz bayaqda xanım zəng eləmişdi, sonradan əmələ gələn xallara görə, ziyillərə, papilomalara görə, yəni xanıma demək istəyərdim ki, heç də çarəsiz qalmasın. Bizdə bunu koagulyasiya yolu ilə yandırıb götürülür, amma ev şəraitində isə bu çistatel, yəni dəm robotun qatı dəmləməsi, yəni apteklərdə də hazır satılır. İstifadə qaydası da içərisində nazik bir, yəni götürüb ziyilin üzərinə qoymaq, mütləq onun ətrafına yağlı bir yağ çəkmək, vazelin mi, ya krem nəsə çəkmək ki, dəri yanmasın.
zilin düz üzərinə, xalın üzərinə vurmaq lazımdır ki, dəri yanmasın. Dəmirotunun şirəsini də, yəni bəli, dəmirotunun qatı dəmləməsi, apteklərdə də hazırı satılır, yəni oradan istifadə edə bilər. Amma bizə müraciət etləsələr daha yaxşıdır, yəni ki, o yandıra bilər. Şübhəsiz, profesional həkim kosmetoloqa müraciət eləsələr daha yaxşıdır. Belə ki, kosmetoloji məsələlər belədir ki, sonradan onun fəsadını, tutaq ki, bir gün əmələ gələn fəsadı, sonra 5 günə də aradan qaldırmaq olmur. Ələt xanım, burada görürəm, çoxlu dərman preparatları filanlar da yığmışsınız. Həmçinin də bizim üçün deyəsən, biraz şəftəli, gilastat da gətirmişsiniz, yəqin bağdandır. Ev şəraitində əlbəttə Fikrət müəllim, bunları hazırlamaq mümkündür. Quru dəri üçün, yağlı dəri üçün məsləhətlər verə bilərəm. Yəni, xanımlar bunu edə bilər. O zaman mən istəyirəm ki, siz yavaş-yavaş başlayasınız hazırlamağa. Elə hazırlananda bir müəyyən arada bir müraciət eləyək sizə, bunu necə hazırlayırsınız. Buyuruz, yerinizi tutun. İndi bir qədər bizimsə telefonumuzu xatırladıram ki, 510-0204-dür. Məlahət xanım hansısa bir kosmetoloji preparatı hazırlayana qədər. Alo. Alo, salam. Əleykümə salam. Həkimlərinizi də salamlayıram. Mən də sizi salamlayıram, buyuruz. Fikrət müəllim, mənim uşağımın 2 yarımı var. Aha. Onun bu qol qatlanacaqlarında qaşınmalar var. Kürəyində, sinəsində, bədənində. Ancaq qolunun o qatlanacaqlarında səpkilər də var. Səpkilər də var və... Biz belə dəri pulcuqları yoxdur ki? Yox, pulcuqlar yoxdur. Qoturluğa görə yoxlatmamısınız? Qurda görə yoxlatmışam, bir dəfə qurdu çıxmayıbdır. Qoturluğa görə. Yox. Sualınız var? Yoxdursa, oldu, çox sağ olun xanım. Buyuruz. Bilirsiniz, deməli, mən niyə görəm qoturluğa görəm? Qoturluq dərinin büküşlərində ən çox olur və qoturluq olan xəstələrdə izlər olur və həm dəri pulcuqlar əmələ gəlir və həm də dəridə qabarcıqlar əmələ gəlir, köpçüklər əmələ gəlir. Deməli, qoturluq gənələri vasitəsilə yayılır, erkəklər orqanizmdə parazitlik eləmir, yalnız dişilər düşdükdən sonra parazitlik edir. Və qoturluğun müalicəsi üçün isə əgər qoturluqdursa, çünki biz buradan yenə deyirəm, diaqnoz qoya bilmirik, amma əgər yoxlasın, qoturluq varsa, xalq təbiətindən də istifadə etmək olar. Məsələn, sarımsaq bitkisini əzir, qoyun quyruğu ilə məsələn qarışdırır və bunu həmin səpkilərin üzərinə səpə bilər və yaxud da tip təbabətində kükürt mazı deyilən bir maz var. Həmin bu kükürt mazından bütün bədənə sürtür və burada ən əsası isə gigiyenik vasitələrə mütləq əməl etmək lazımdır. Çünki hər gün paltarlar dəyişilməli və ev mühitində gigiyenik vasitələrə riayət etmək lazımdır. Təşəkkür edirəm, çox sağ olun. Ulduz xanım, buyuruz. Uşağın 2 yaşı var. Mənə elə gəlir ki, o yəqin bir dəfə analiz verib, nəcis analizi ola bilsin ki, qurt göstərilməyib. Yəni, həmişə təsdiqlənmir. Onun müəyyən üsulları var, daha dəqiq aşkarlamaq üçün. Belə hallarda mən məsləhət görərdim ki, biorezonans üsulu ilə keçsin həmin o müayinədən. Biz keçən verilişimizdə göstərmişdik. Aberon aparatından, bəli, orada göbələklərin müəyyən növlərini də göstərir. Bağırsaqlarda disbakterioz varsa, onu da göstərir, hansı mikroblar varsa və hansı qurtlar var. Qurtlardır, parazitlərdir, ibtidailər, hamısını göstərir. Yəni, ondan sonra mənə gəlir ki, nəsə var, ola bilməz ki, hər hansı bir qurd olmasın. Ondan sonra asaddır. Sonra müəyyən bitki yığımı verərik, təmizlənər, səpkisi də gedər. 492-29-53 nömrəsinə zəng eləyin, Ulduz xanımla əlaqə saxlayın və istiqamət verər Ulduz xanım. Yəni, bir şeyin ki, diaqnozu yoxdur, orada indi nəsə demək də heç düzgün də deyil. Amma mən istəyirəm ki, SMS-lərimizdən bir neçəsini oxuyum, heç olmasa Füzul müəllim. Bax, bu verilişimizin mövzusuna aid olmasa da oynaq xəstəlikləri ilə bağlı çoxlu bayaqlarda dedim. İstəyirəm ki, onlarla bağlı bir fəqərə sütunun müalicəsi filanı, sonra daha çox oynaq xəstəliyidir, fəqərə sütunun sürüşməsidir, sonra yəni bitki müalicə vasitələrindən istəyirdim bura deyəsiniz, amma göstərirlər ki, reklama ayırmalıyıq, reklamdan sonra buna cavab verərik. Biz isə qısa ayrılırıq sizdən, əziz tamaşaçılar, Çağrı efirdədir.